Elmlər Akademiyası Parkında Beynəlxalq Türk Müəllifləri Birliyinin təşkilatçılığı ilə həyata keçirilən festival davam edir. Festival Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Yazıçılar Birliyi, Milli Məclisin Mədəniyyət Komitəsi, Bakı Şəhər İcra Hakimiyyəti, Beynəlxalq Türk Akademiyası, Türksoy, Azərbaycan Milli Elmlər Akademiyası, İLSAM, Dünya Gənc Türk Yazarlar Birliyi, İnam Mühafizə Şirkəti, Mədəniyyət kanalı və Bizim Medianın təşkilatı dəstəyi ilə həyata keçirilir. Festivalın hər günü bir ölkəyə, Qırğızıstan, Özbəkistan, Macarıstan, Qazaxıstan, Azərbaycan, Türkiyə, Türkmənistan və Şimali Kipr Türk Respublikasına həsr edilib. Bu il ilk dəfə olaraq Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibəti ilə 1 iyun tarixində 1-ci Türk Dünyası Uşaq Festivalının da keçirilməsi nəzərdə tutulub. Layihənin rəhbəri, Beynəlxalq Türk Müəllifləri Birliyinin sədri Xəyal Rızanın sözlərinə görə festivalın proqramı zəngindir. Türksoylu ölkələrdən tanınmış alimlərin, qələm adamlarının, naşirlərin dəvət edildiyi festivalda şeir saatları, müzakirələr, kitab təqdimatları, elmi konfranslar, film nümayişləri, konsert proqramları ilə yanaşı, görkəmli ədiblərin yubileyləri də qeyd edilib. Proqram çərçivəsində müxtəlif nəşriyyatların yeni nəşrləri və əl işləri təqdim olunub. Təntənəli açılış mərasimi 24 may saat 12-də baş tutan tədbirin açılışına hər kəs dəvətli idi. Bu söz sənət bayramı mayın 31-i günü yekunlaşacaq.